da bitirək. Dedi, əyyuhən nas, innə hazə şəhrun. Bu ay elə bir aydır ki, fəddəlallahu ələ sair şuhur. Bu ayı Allah bütün aylardan üstün qərar verdi. Kəfəzlina əhləl beyt ələ sairin nas. Biz əhli beyt sizlərdən nə qədər üstünük? Bu Ramazan ayı 11 aydan o qədər üstündür. Bundan böyük söz deyilə bilməzdi. Biz əhli beyt sizdən nə qədər üstünük? Ramazan ayı 11 aydan bu qədər üstündür. Yaxşı. Ondan sonra dedi, əyyuhəs saim. Ay oruç tutan. Özü də xutbə eləyirdi ya, minbərdə idi. Gör nə məclis olub orada. Gör nə məclis olub orada. Əmirül Möminin xutbə eləyər Ramazan ayından. Əyyuhəs saim, ay oruç tutan, tədəbbər əmrəkə. Düşün öz işlərin haqqında. Biraz özvə də vaxt ayır. Fə innəkə fi şəhrikə hada zeyfu rabbikə. Allahın qonağısan sənə. Keyfə təkun fi leylikə və nəharikə. Bax, gör gecəvi necə keçirirsən, gündüzvi necə keçirirsən. Keyfə təhvaz cəvarihəkə. Əzalar və günahlardan qoru. Unzur ən la təkunə billeyli naimən bin nəhari qafilən. Çalış gecənin hamısını yatma ya. Gündüzləri də qəflətlə keçirmə. Bunu dedi, danışdı. Gəldi, çatdı, dedi, əyyuhəs saim. Ay oruç tutan. İn turiddə ən babi məlikikə. Bu ayda da o Allahın qapısından qovulsun. Fəəyyə babin təqsid. Hansı qapıya geyəcəksən ki? Birdən bu ayda Allah sən qəbul eləmirəm. Başqa qapı tanıysan, məclisin ab-havası dəyişilir. Ab-hava dəyişilir. Danışdı. Ondan sonra gəlin sizə Peyğəmbərdən bir söz deyim Ramazan ayı haqqında. Dedi bir dənə söz, yerdən biri qalxdı. Ağa, sənə qurban olum, biraz da əlavə elə. Dedi, gəl bunu da deyim, Peyğəmbər belə deyib. Dedi, ağa qurban olum, əlavə elə. O əlavə elə, bu dedi, o dedi, bu dedi. Axırda bir yerə gəldi, çatdı ki, dedi, Peyğəmbər belə bir söz dedi. Bu cümləni. Dedi, nə dedi? Dedi, innə seyyidəl vəsiyyin yuqtəlu fi seyyidi şuhur. Vəsilərin seyyidi. Ayların sultanı olan bu ayda şəhid olacaq. Deyir, fəqultu ya Rasulallah. Ay Peyğəmbər, nə deyirsən sən? Və mə seyyiduş şuhur. Və mən seyyidul vəsiyyin. Vəsilərin seyyidi kimdir? Üstünü kimdir? Ayların sultanı kimdir? Qal, əmmə seyyiduş şuhur fə şəhr Ramadan. Ayların sultanı Ramazandır. Əmmə seyyidul vəsiyyin. Vəsilərin seyyidi fə əntə ya Əli. Vəsilənin ən üstünü sənsən Əli. Ondan sonra dedi ki, Əmirül Möminin dedi, ağacan, bu dəqiq olacaq. Peyğəmbər buyurdu, ey və Rabbi, and olsun Allaha belə olacaq. Dedi, necə olacaq o hadisədə dəqiqliyi ilə? Dedi, innəhu yənbəis əşqa ümməti. Ümmətimin ən bədbəxti gələcək. Hamı ağlayır, deyir. Məclis dəyişilib, ab-hava, ümmətimin deyir, ən bədbəxti gələr. Summa yadribukə darbətən əla fərqikə. Əlindəki qılıncdan sənə başına vurar. Bunu mən danışıram, sən ağlaysan. Əli özü danışırdı öz zikri müsibətindən. Əli elə vurar qılıncı ki, tuxzəbu minhə lihiyyətükə. Başının qanı saqqalva süzülər. Deyir, aləm qarışdı, hamı ağladı. Əmirül Möminin deyirlər, minbərdə xutbəni saxladı. Düşdü aşağıya. Bizim də xutbəmiz bitdi. Allahümmə inna nəsəluke